Baxın, müəllimə 43-cü sualda deyir ki, text bərabərdir proqramlaşdırma. A-da boş sətr verib. X bərabərdir 0. For C in text odur ki, textdə proqramlaşdırma mənimsədilib, düzdürmü? Burada da gəlir bir daxil olacaqdır. Yəni P-ni götürəcək, R-ni, O-nu, Q-ni, məsəl üçün deyirəm də, gələcək if şərtində. Əgər A-da deyir ki, sayı 0-dan təklidir, P-ni götürəcək, yoxdur, əlavə eləyir. Gəlirəm, əlavə eləyir, düzdürmü? Gələcəm burada da, görsünüz, A üstə gələcək, siz dünən bunu deyirdiniz ki, yəni bu A-da boş sətirdir. Sətirdən neyini? Yəni sətrə əlavə eləyir də, birləşdirir. Aydındır? Burada da continue-də nədir? Continue odur ki, bu, yəni təkrar çıxsa, həmin adlayırsan onu, görmürsən. Aydındır? Amma hələ ki, bizdə P var, yoxdur, A-nın içində əlavə eləyirəm. If text find RAM -1 odur ki, fərqli -1 odur ki, bu textin içində RAM-ı tapırsa, -1 olmur. Aydındır? Belə doğru dizaynım ki, -1 olmur. Ona görə, bu da RAM tapdığı üçün gəlirəm şərtim ödənilir, x üstə gələk 2. X-im 2 oldu. Hələ ki, burada da 2, 5 şərtim ödəndiyi üçün qırmızıya düşmür. Yəni, breakə düşmür. Aydındır? Təzdən gedirəm, R-nı götürür. Fərqlidir, yoxdur bunun içində, R-nı əlavə eləyir. Təzdən yenə gəlirəm, 2 idi, aydındır. Bunu sətrə əlavə elədik, bu bunundur. Gəldik burada, yenə RAM-ı tapır, yenə 2-nin üstə 2 gələcəm, eləyəcək 4. 4 5-dən böyükdür, hələ ki breakə düşmür. Sonra burada onu əlavə eləyəcək, aydındır. Sonra gələcəm 4-ün üstə 2 gələcək, 6. 6 5-dən böyükdür, bəli, break qırmızıya düşdün. Yəni, dövr qırılır. Aydındır. Ona görə bizdə nə olacaq? Görsünüz, vergül də var. Pro, sonra da nədir? Altını çap etmiş oldu. Yenə deyirəm, continue burada budur ki, əgər bu şərtin burada ödəndi deyə qırmızıya düşdü. Məsəl üçün, əgər burada təkrar olaraq, məsəl üçün, P gəlsəydi, onu adlayacaqdı. O P-ni təkrar bir də götürməyəcəkdi. Breakdə amma həmin şərtim ödəniləndə, ona rast gələndə qırılır. Bu qədər.